Azərbaycanda ictimai nəqliyyatda heyvanların daşınmasına icazə verilsə də, bunun üçün müəyyən qaydalar mövcuddur. Nazirlər Kabinetinin qərarına əsasən itlər cilovla, iri cins itlər isə həm cilov, həm də buruntakla aparılmalıdır. Heyvanların quduzluq və digər xəstəliklərə qarşı peyvənd olunduğunu təsdiqləyən baytarlıq şəhadətnaməsi də tələb olunur. Qanunvericiliyə görə ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması qaydalarının pozulmasına görə 200 manat cərimə nəzərdə tutulub. Eyni hal bir il ərzində təkrar baş verərsə cərimə 300 manata yüksəlir. Əgər heyvan digər sərnişinin sağlamlığına yüngül xəsarət yetirər və ya maddi zərər vurarsa, bu zaman cərimə məbləği 800 manatdan 1000 manata dək arta bilər. Hüquqşünasların sözlərinə görə qucaqda və ya xüsusi daşıma çantası olmadan heyvan aparılması digər sərnişinlərdə narahatlıq, allergiya və ya gigiyenik problem yaradırsa, bu artıq qayda pozuntusu kimi qiymətləndirilə bilər. Belə hallarda sürücülər sərnişinlərin şikayətinə əsas götürərək heyvanın nəqliyyata buraxılmasına etiraz edə bilərlər.